Nişan üçün hazırladığım bal bankalarının neçə başa gəldiyini məndən soruşmuşdunuz. Videonu axıra kimi izləyin, çünki bütün hamısını detallı şəkildə paylaşacağam. İlk öncə bankaları tapa bilmək üçün Sədrəyə yollandım. Nişan, həri, xına üçün olan bütün aksesuarları Sədrəyədən tapmaq mümkündür. Hətta uşaq vaxtı başımıza taxdığımız belə broşkalardan da tapdım. 2 dənə rəfiqəmdən özümüzə aldıq. Bir dənə də özümə belə bir şahməran aldım. Dəhşət çox sıra gəzdim, çünki istədiyim tipdə banka tapa bilmirdim. Nəhayət bu mağazadan tapdım. Kartını da sizin üçün çəkmişəm. Qaşıqlar da satılırdı. Qaşıqla birlikdə bir ədədi 70 qəpik idi. Sıra 3, mağaza 3. Yolüstü Lanova mağazasına da dəydim. Mənim bütün elektronik məhsullarımın hamısı bu mağazadandır. Hamısı çox keyfiyyətli, illərin sınanmış məhsullarıdır. Hesablamaya yol xərcində qatsaz 7-8 manatlıq benzin yandırırsınız. Dizaynı Canvada yığdım, real printdə çap etdim, 6 manat. Balı Crescent Mall'dan aldım, 50 bankaya 3 kiloqram bal gedir, o da eləyir 21 manat. Gülü 28 maydan 5 manat aldım, amma kaş Sədrəyədən alardım, unutdum, orada daha ucuz idi. Arı figurlarını illər öncə sifarişlə gətirmişdim. İpi isə Trendyoldan almışam. Sonra TikTokda canlı açıb sizinlə birlikdə bankaların hamısını hazırladım. Ürəyim açılmışkən onu da demək istəyirəm ki, məncə bu bal bankaları bacımın nikahından sonra daha çox dəbə düşdü. Amma çox heyif ki, heç kim mən hazırladığım bankalarda və qaşıqlarla birlikdə etmirdi və bunların heç biri estetik və gözəl görünmürdü. İçinə qoyulan balın əsl olub olmamasından isə ümumiyyətlə danışmıram. Ölçü, forma, miqdar fərqini aydın görə bilərsiniz. Sonda isə onu demək istəyirəm ki, bunlar hamısı xoş olsa da boş şeylərdir. Əsas olan sizin xoşbəxtliyinizdir. Necə deyirlər, sözünüzü balla kəsin.